Salam əziz izləyicilər. Bugün Bakı şəhər üzrə Təhsil İdarəsinin kitabxanaçı və təsərrüfat müdiri vəzifələri üzrə işə qəbul prosesi ilə bağlı çox vacib bir məlumat sizinlə bölüşəcəyəm. Test imtahanında 30-34 bal toplayan namizədlər artıq müsabiqəyə dəvət olunurlar. Və mən bu videoda müsabiqəyə kimlərin çağırılacağı, müraciət tarixləri, tələb olunan sənədlər nələrdir, onlar haqqında məlumat veriləcək. Baxın, özünüz də bakieduqov.az saytına daxil olmaqla burada olan məlumatı oxuya bilərsiniz, görə bilərsiniz. Belə bir şans yaradıblar ki, 30-34 mayın 27-si bilirsiniz ki, imtahan keçirilmişdi kitabxanaçı təsərrüfat müdirləri üçün və indi belə bir şans yaradıblar ki, kimlər ki 30-34 bal aralığında nəticə göstərmişdilər, onlar yenidən müsahibəyə dəvət olunsun. Bildiyiniz kimi, mayın 27-si olan imtahanda keçid bal 35 və 35 üzəri bal idi və indi isə 30-34 yığanları çağıracaqlar. Belə ki, siz müsahibədə iştirak etmək üçün 26 noyabr tarixindən başlayaraq 4 dekabr tarixinədək 17:00-a dək Bakı şəhər təhsil idarəsinə yaxınlaşmalısınız və ərizə ilə müraciət etməlisiniz. Və namizədlər şəxsiyyəti, təhsili təsdiq edən sənədi, əgər əmək kitabçası varsa, əmək kitabçasının surətini ərizə ilə birlikdə təqdim etməlidir Bakı şəhər təhsil idarəsinə. Mütləq şəkildə müraciət eləyin, baxın bu şansdan yararlanın. Hətta mən deyərdim ki, 30-35-dən yuxarı bal toplayıb çağırılan və müsahibədə kəsilənlər də getsin, məlumat əldə eləsin, bir növ şanslarını sınasın. Bəlkə onlar üçün də yenidən müsahibə təşkil eləyərlər. Amma burada göstərilib ki, əsas 30-34 bal aralığı yığan namizədlər müraciət edəcək. Sonra namizədlərin məlumatları yoxlanıldıqdan sonra uyğun namizədlərə müsahibənin vaxtı və məkanı haqqında məlumat qeydiyyatdan keçdikləri mobil telefon SMS vasitəsilə göndəriləcək. Yəni bir sözlə belə qeyd edeyim ki, kimlər ki mayın 27-si, 28-i keçirilən imtahanlarda fərq yoxdur, kitabxanacıdır, sonra təhsil məsələlərində təsərrüfat müdürüdür. Kimlər ki 30-34 bal aralığında nəticə göstərmişdir, bu gündən başlayır, yəni noyabrın 26-sından başlayır. Bu gündən ta ki 4 dekabr tarixinə qədər şəxsiyyət vəsiqənizin surətini, təhsil haqqında sənədin surətini, əgər əmək kitabçası varsa, əmək kitabçasının surətini ərizə ilə birlikdə Bakı şəhər təhsil idarəsinə təqdim edirsiniz. Yoxlanılacaq və ondan sonra da əgər uyğunsunuzsa, müsahibənin vaxtıdır, məkan haqqında məlumat da mobil telefon, yəni SMS vasitəsilə telefonunuza göndəriləcək. Hər kəsə uğurlar arzulayıram. İnşallah ki, hamı yaxşı nəticə göstərər və işlə təmin olunarlar.